Salam, hər vaxtınız xeyirli olsun. Coğrafiya Dim test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 81. 22 dekabrda günorta vaxtı günəş şüalarının ən böyük buzaq altında göründüyü və bu vaxt qütb gündüzlərinin müşahidə olunduğu müvafiq məntəqələri müəyyən edin. 22 dekabrda günəş cənub tropikində zenitdə olur. Ona görə də günorta vaxtı günəş şüalarının ən böyük bucaq altında göründüyü məntəqə cənub tropik xətti üzərində yerləşməlidir. Biz də baxırıq, cənub tropik xətti üzərində 4-cü məntəqə yerləşir, yəni 4-cü məntəqəni götürəcəyik və qütb gündüzləri də bu vaxtı 66,5 dərəcə cənub enliyində olur. Yəni 5-ci məntəqədə də qütb gündüzləri müşahidə olunacaq. Cavablar oldu 4 və 5. 81-in doğru cavabı Y variantı. Sual 82. 22 iyunda günorta vaxtı günəş şüalarının ən böyük bucaq altında göründüyü və bu vaxt qütb gündüzlərinin müşahidə olunduğu müvafiq məntəqələri müəyyən edin. 22 iyunda günəş şüaları şimal tropikində zenitdədir. Buna görə də şimal tropik xəttində yerləşən məntəqələrdə günəş şüaları ən böyük bucaq altında düşəcək. Baxırıq, şimal tropik xəttində yerləşən məntəqəyə 3-cü məntəqə şimal tropik xəttində yerləşir. Ona görə də bu məntəqəyə günəş şüaları ən böyük bucaq altında görünəcək. 3-cü məntəqəni götürürük və qütb gündüzlərdə təbii ki 66,5 dərəcə şimal enliyində yerləşən məntəqələrdə müşahidə olunur və baxırıq 66,5 dərəcə şimal enliyində 1-ci məntəqə yerləşir. Deməli, doğru cavablar oldu 3 və 1. 82-nin cavabı D variantı. Sual 83. Günəş 22 dərəcə cənub enliyi üzərində zenitdədirsə, Bakı şəhərinə günəş şüalarının düşmə bucağını hesablayın. Bunu biz düstura əsasən hesablayacağıq. Düsturumuz necə idi? Maksimum düşmə bucağı, yəni 90 dərəcə çıxılsın mötərizə içərisində Bakının yerləşdiyi coğrafi enlik üzərinə 22 dərəcə. Niyə üzərinə gəlirik? Çünki günəş cənub enliyində zenitdədir. Yəni məntəqə ilə günəşin zenitdə olduğu enlik fərqli olarsa, biz onda üzərinə gələcəyik. Yəni 40-ın üzərinə gəlirik 22 dərəcə bərabərdir. Birbaşa cavabı yazın, vaxt getməsin. 28 dərəcə. Deməli 28 dərəcə bucaq altında görsənəcək Bakı şəhərinə günəş şüaları. 83-ün doğru cavabı A variantıdır. Sual 84. 21 mart tarixində B məntəqəsində günəş zenitdə olduğu vaxt, yerli vaxtı ondan 3 saat irəli olan A məntəqəsi üçün günəşin vəziyyətini göstərən sxemi müəyyən edin. Deməli, 21 mart tarixində biz bilirik ki, günəş ekvator üzərində zenitdədir. Yəni, B məntəqəsi yerləşir ekvatorda və günəş zenitdədirsə, günorta vaxtıdır. B-də günorta vaxtıdır, yəni saat 12:00-dur və A məntəqəsində yerli vaxt ondan 3 saat irəlidədir. Yəni A məntəqəsi B-yə nəzərən şərqdə yerləşəcək. Biz bilirik ki, şərqdə yerləşən məntəqələr özündən qərbdə yerləşən məntəqələrdən saatda irəlidədir. Deməli, əgər B məntəqəsində saat 12-dirsə, A məntəqəsində saat neçə olacaq? 12-nin üzərinə 3 gələcək, yəni saat olacaq 15:00. Günəşin vəziyyətini də ona görə seçməliyik. İndi gəlin baxaq. A variantında baxırıq ki, günəş hələ səhərdir, təzə çıxır, ola bilməz. Çünki A məntəqəsində saat neçə idi? 15:00 idi, yəni səhər deyil. B-yə baxırıq. B-də artıq gün batımıdır. Yəni A məntəqəsində gün batıb, yəni axşam saat 6-dır. Ola bilməz. Çünki bayaq dedik, saat 15:00-dur. C-yə baxırıq. C-də yenə səhərə yaxındır. Günəş səhər saatlarıdır. Günəş təzəcə çıxıb və səhər saatlarıdır. Bu da ola bilməz. Çünki A-da günortadan 3 saat keçmişdi.
deyə baxırıq, bu zenit vəziyyətidir. Yəni zenit vəziyyəti o deməkdir ki, günorta saat 12-dir. Günorta saat 12 ola bilməz. Bayaq dedik 15:00 idi. Y-yə baxırıq, bəli, artıq saat 12:00-dan 3 saat irəlidədir. Baxırıq, Y variantı deməli doğru cavabdır 84-ün cavabında. Sual 85. Yenə 21 mart tarixidir və B məntəqəsində günəş zenitdədir. Günəş zenitdədirsə deməli saat 12:00-dur. Bu səfər deyir yerli vaxtı ondan 3 saat geridədir A məntəqəsinin. Günəşin vəziyyətini göstərən sxemi istəyir. Deməli B məntəqəsində saat 12:00-dursa, A məntəqəsində saat 9:00 olmalıdır. Və günəş də saat 6:00-da çıxırsa, indi gəlin baxaq. A məntəqəsinə dedik saat 9-dur. A-ya baxırıq. Günəş əgər üzərində durubsa məntəqənin, deməli zenit vəziyyətindədir. Yəni 90 dərəcə. Zenit vəziyyətində olarkən saat olur 12:00. Deməli A 12:00 ola bilməz. Yəni A variantı ola bilməz. B-yə baxırıq. B-də artıq günəş batır. Günəş də saat 16, daha doğrusu 18:00-da batır. Yəni biz dedik ki, saat 18:00 deyil, səhər saat 9-dur. Deməli B variantı da çıxdı sıradan. C-yə baxaq. C-də görürsünüzmü? Əgər günəş təzə çıxsaydı saat 6, səhər saat 6 olacaqdı və səhər saat 6-dan 3 saat irəlidədir, yəni saat 9-dur. Bəli, bu variant düzgün variantdır. A məntəqəsində səhər saat 9-dur. Digərlərinə baxmağa ehtiyac yoxdur. Y-də hələ günəş təzə çıxıb saat 6-dır. D-də isə bayaqki saatı, yəni 15:00 vəziyyətidir. Doğru cavab 85-də C variantıdır. Sual 86. Yaz gecə gündüz bərabərliyi günü Bakı şəhərində günorta olduğu zaman uyğun olaraq hansı coğrafi uzunluqlarda gecə yarı, səhər və axşam çağıdır? Gəlin bunu çəkək. Bildiyimiz kimi Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. 50 dərəcə şərq uzunluğu. Deyir ki, günorta olduğu zaman Bakıda günorta saat 12:00-dur, yəni 12:00. Saatı da yazdıq 12:00. Bakıda günorta olduğu zaman uyğun olaraq hansı coğrafi uzunluqda gecə yarı, səhər və axşam çağıdır? Təbii ki, axşam çağıdırsa, axşam çağı 18:00-dur. Onları da qeyd edək. Hansı coğrafi uzunluqları istəyir bizdən. Sonra səhər saat 6-nı istəyir. Səhər saat 6-da buradır. 6:00. Və nə deyir? Gecə yarı. Gecə yarıda 24:00. İndi gəlin bu uzunluqları tapaq. Saat fərqinə əsasən 18:00-dan 12:00 çıxaq. 18:00 çıxılsın 12:00 bərabərdir 6:00. Yəni bu uzunluqla Bakının yerləşdiyi uzunluq arasında 6 saat fərq var. Və biz bilirik ki, 1 saatımız 15 dərəcədir. 6-nı tapmaq üçün 6-nı vuracaq 15-ə. Bu da edəcək 90 dərəcə. Və məntəqə Bakıdan şərqdə yerləşdiyi üçün ona görə üzərinə gələcək. 50-nin üzərinə gələrik 90 dərəcə. Bu da bərabərdir 140 dərəcə şərq uzunluğu. Bura oldu deməli 140 şərq uzunluğu. Digər məntəqədə saat 6:00 idi. Yenə aralarında 6 saat fərq var. Dərəcə ilə desək 6-nı vurmalıyıq 15-ə 90 dərəcə. Və bu səfər məntəqə qərbdə yerləşdiyi üçün çıxmalıyıq. Yəni 50-dən çıxarıq 90-ı edər -40. Mənfi yəni o deməkdir ki, qərb uzunluğudur. Qərb uzunluğu. Yəni oldu bura 40 dərəcə qərb uzunluğu. Və digər məntəqədə də saat 24:00 idi və 24:00-dan da biz
Bakının yerləşdiyi uzunluqda saat neçə idi? 12:00. 24:00 ilə 12:00 arasında 12 saat fərq var və biz həmin 12 saatı dərəcəyə çevirsək, gəlin burada yazaq. 24 çıxılsın 12 bərabərdir 12. 12-ni də vurarıq 15-ə bərabərdir 180 dərəcə. Və yenə məntəqə qərbdə yerləşdiyi üçün 50-dən 180-i çıxarırıq. O da bərabərdir -130. Mənfi o deməkdir ki, yəni qərb uzunluğudur. Buranı da tapdıq ki, 130 dərəcə qərb uzunluğudur. İndi artıq cavablara baxa bilərik. C variantı doğru cavabdır. 130 qərb uzunluğu, 40 qərb uzunluğu, 140 şərq uzunluğu. Keçdik 87-ci suala. Yenə eyni tip sualdır. Yaz gecə gündüz bərabərliyi günündə coğrafi koordinatları 30 dərəcə şimal enliyi və 30 dərəcə qərb uzunluğu olan məntəqədə. Gəlin bunu da çəkək. 30 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu. Deməli, yenə deyir, saat gün ortadır burada. Bu məntəqədə, yəni 12:00-dur, gün ortadır. Digər məntəqələrdə deyir, gecə yarı, səhər və axşam çağıdır. Deməli, səhər 6:00, sonra axşam çağı. Axşam çağıdırsa, bura 18:00 olacaq. Və gecə yarı. Gecə yarı. Gecə yarı bu səfər bu tərəf olacaq. Çünki aralarında dərəcə fərqi olanda, deməli, gecə yarı da 24:00. İndi gəlin baxaq. Deməli, birinci məntəqə ilə 30 dərəcə qərb uzunluğunda yerləşən məntəqə arasında 6 saat fərq var. Dərəcə ilə desək, bayaq dedik 90 dərəcə və həmin məntəqə 30 dərəcə qərb uzunluğundan qərbdə yerləşdiyi üçün nə edəcəyik? 30-un üzərinə gələcəyik 90 dərəcə. O da bərabərdir neçə? 120 dərəcə qərb uzunluğu. Bura oldu 120 dərəcə qərb uzunluğu. Sonra digər məntəqədə saat 18:00-dur. Yenə aralarında 6 saat fərq var və bu məntəqədən şərqdə yerləşdiyi üçün 30-un üzərinə bu səfər, daha doğrusu bircə dəqiqə. Yox, bura qərb uzunluğudur. Qərb uzunluğu olduğu üçün biz 30-dan 90-ı çıxmalıyıq təbii ki. O da bərabərdir -60. -60 o deməkdir ki, həmin məntəqə şərq uzunluğunda yerləşir. 60 dərəcə şərq uzunluğu. Sonra yenə həmin məntəqə ilə digər məntəqə arasında 12 saat fərq var, gecə yarı olanla. 12 saat da bayaq biz vurduq burada. 180 dərəcə edir və yenə 30-dan 180-i çıxarıq. Burada çıxaq. 30 çıxılsın 180 bərabərdir -150. Yəni 150 dərəcə şərq uzunluğu. Cavablara baxsaq, 87-nin doğru cavabı Y variantı. 150 dərəcə şərq uzunluğu, 120 dərəcə qərb uzunluğu, 60 dərəcə şərq uzunluğu. 87-nin doğru cavabı Y variantıdır. Sual 88. Sxemə əsasən 21 mart tarixində B məntəqəsində günəş batdıqdan neçə saat sonra A məntəqəsində batar? Deməli, A məntəqəsinin yerləşdiyi coğrafi uzunluğa baxsaq, 135 dərəcə şərq uzunluğudur. Gəlin yazaq onu. A məntəqəsi bərabərdir 135 dərəcə şərq uzunluğu. B də yerləşir, deməli, 120 dərəcə qərb uzunluğunda. 120 dərəcə qərb uzunluğunda. Bunların arasındakı dərəcə fərqini tapaq. Dərəcə fərqini necə tapacaq?
Baxaq görə, baxın, bura 180 dərəcəlik meridiandır. 180-dən ilk öncə B-nin yerləşdiyi dərəcəni çıxacaq, yəni 120-ni çıxacaq. 180 çıxılsın 120 bərabərdir 60 dərəcə. Sonra 180-dən bu səfər də A-nın yerləşdiyi uzunluğu çıxacaq. 180 dərəcə çıxılsın 135 dərəcə, o da bərabərdir 45 dərəcə. Sonra nə edəcək? Təbii ki, bu dərəcələri biz toplayacaq, çünki dərəcə fərqini tapmalıyıq. Məntəqələr fərqli yarımkürələrdə yerləşdiyinə görə toplayırıq dərəcə fərqini tapmaq üçün. O da edəcək 105 dərəcə. Biz bilirik ki, 1 saatımız 15 dərəcədir. Ona görə 105 dərəcənin neçə saat olmağını tapmaq üçün 105-i bölməliyik. Təbii ki, 15-i o da edəcək 7 saat. Baxırıq varianta. 88-in doğru cavabı Y variantıdır. Sual 89. Bakı şəhərində yaz gecə gündüz bərabərliyi günü günorta olarsa, verilən əlamətlərin aid olduğu məntəqənin coğrafi koordinatlarını müəyyən et. Deməli, məntəqədə deyir gecə yarıdır. Bakı biz bilirik ki, 50 dərəcə şərq uzunluğunda yerləşir və məntəqədə gecə yarıdırsa, deməli, Bakı şəhəri ilə 12 saat arasında fərq var. Dərəcə ilə desək 180 dərəcə fərq var. 180 dərəcə fərq var. İndi gəlin o uzunluğu tapaq. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. 50-dən çıxarıq 180-i. Bu da bərabərdir -130. Mənfi o demək ki, yəni qərb uzunluğudur. Deməli, uzunluğu tapdıq ki, 130 dərəcə qərb uzunluğu. Payız fəsli başlayır. Bakıda yazdırsa, digər məntəqədə payız fəsli olubsa, deməli, məntəqə cənub yarımkürəsindədir. Baxırıq variantlara, deməli, 40 dərəcə cənub enliyi, 130 dərəcə qərb uzunluğu. Digəri ola bilməz, yəni 40 dərəcə şimal enliyi ola bilməz, çünki payız fəslidir. Yaz gecə gündüz bərabərliyi günündə payız fəslidirsə, Bakıda yaz olanda orada payız olubsa, deməli, məntəqə cənub enliyində yerləşir. 89-un doğru cavabı D variantıdır. Sual 90. Sxemə əsasən 5 oktyabr tarixində verilən məntəqələrdə günorta vaxtı günəş şüalarının düşmə bucağını çoxdan aza doğru düzün. Deməli, biz bilirik ki, payız gecə gündüz bərabərliyi gündə günəş ekvatorda zenitdə olur və B məntəqəsi ekvator üzərində yerləşir. Deməli, 5 oktyabr tarixində günəşin istiqaməti cənubda olacaq. Yəni, biz bilirik ki, payız gecə gündüz bərabərliyi günündən sonra günəş yavaş-yavaş cənuba tərəf meyl etməyə başlayır. 5 oktyabr tarixində təqribən ekvatora yaxın bir enlikdə zenitdə olacaq, cənub yarımkürəsində. Buna görə də həmin enliyə yaxın yerləşən məntəqələrdə günəş şüalarının düşmə bucağı çox olacaq. Və bizdə nə deyir? Çoxdan aza doğru düzün deyirsə, deməli, birinci B olacaq. B, çünki yenə zenitdə olan enliyə yaxındır B. Ən böyük B-də olacaq. Sonra olacaq hansında? Baxaq, A-da olacaq. A-da. Çünki cənubda yerləşir. Cənubdakı enliyə daha yaxındır. Yəni, günəşin zenitdə olduğu enliyə daha yaxındır. Ona görə A-da olacaq. Sonra D-də olacaq. Və ən sonunda 60 dərəcəlik cənub enliyində olacaq. Yəni, C-də. Cavaba baxsaq, deməli, B-A-D-si doğru cavabdır. 90-ın doğru cavabı B variantıdır. Bu videoluk bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.